Gəlib Seymur buradadır. Demək istədiklərim varsa, bəlkə evdə cəsarət eləməmsən deməyə. Bəlkə ürəyindən keçib o sözlərini ona deyəsən, amma deyə bilməmisən. Nələrisə demək istəyirsənsə, nələrisə danışmaq istəyirsənsə, danış. Adam deyir ki, mən düzəlmək istəyirəm. Xeyr, mən istəmirəm. Düzəlir, özü üçün düzəlsin, mən boşanmam. Mənim qərarım. Sən nəylə boşanırsan? Rəsmi evliliyin varmı? Xeyr, anda məndən uzaq dursun da, qoy rahat yaşayayım. Amma keçən dəfə verilişdə başqa cür danışdınız axı Pərvanə xanım. Keçən dəfə dediniz ki, istəyərdim müalicə olunsun və mən ailəmdən barışım. Nə oldu birdən-birə bu neçə gün ərzində siz birdən-birə fikrinizi... Yox, deyib. Dedim, müalicə olsa gedə bilərsən, mən dedim, xeyr. Yox, dediniz gedərəm. Pərvanə, heç mi şans qaldı? Mən özüm efirə baxırdım. Mən yenə deyirəm, bax, mən yenə deyirəm. Mən səni məcbur eləyə bilmərəm, mən kiməm ki? Amma mən bir ailənin dağılmasını da istəmərəm. Əgər insan, mən o insanı, başqa tiplər var da, yəni özüm, hamı bilir mən nə deyirəm, elə tiplər var ki, baxırsan deyirsən ki, bu adamdan adam olmayacaq da, neynəsən bu adamdan adam olası deyil, mümkün deyil. Var da belələri. Zəhmət çəksən mehriban, yoxdur, var da, deyirsən ki, qardaş, qozbeli qəbir düzəldər, bunu başını bıraq getsin, heç buna əziyyət çəkməyinə dəyməz. Doğru. Mən adamda bir addım görürəm. Yəni, demirəm o düz eləyibdir, ən böyük səhv eləyibdir. Amma indi səhv eləyib deyə öldürməyəcək ki adamı, baltalamayacaq ki adamı. Onsuz da o peşmandır. Mən əminəm. Elə o eləndi o. O dəfələrlə deyib. Amma reabilitasiyaya getməyib axı, müalicəyə getməyib. İstəmirəm də, can mənimdir, istəmirəm. İstəmirəm çöllərdə. Özü yatır istəyirdə, bizi çıxardır çölə, qalıq o çöllərdə. Gidib yatırıq qonşunun ağacının dibində. O da Pərvanə xanım, o da nədən ibarətdir ki? Xeyr, sən əməkə deyibsən. 6 ay qaldım. Onu da daşını atacam. Qaynlarım getdi, gəldi, bir də aparacam, ələmər basacaqlar. 15 yaşına qədər həddi bulğuna gətirib çıxartmışıq. İndi alınmaz. Yəni, İstəmirəm, can mənimdir, istəmirəm. Özün bilərsin. Geçsin, müalicəsini eləyir, özü bilər. İstəmirəm mən. Geçsin, dəfələrlə getmişəm, bassının üstünə, qardaşının üstünə. Pərvanə xanıma gözəl deyirsən ki, 3 dənə evladımız var, birini 15 yaşına qədər gəlib çatdırmışıq. Amma bir özün papağını qabağına qoy və düşün ki, o şüşə nə olan bir şeydir ki, mən ailəmi qurban verirəm o şüşəyə. Sonra xanım, mən sizə bir şey deyim. İndi biz nə desək, o şüşə ilə yatanlara, duranlara, iynə ilə yatıb duranlara biz onu anlada bilmərik. Yox, mümkün deyil. Yəni, biz nə qədər desək, çünki sən ayıq başla danışırsan, amma o insanlar o qədər... Burada 2 ailəyə baxdıq, 2 ailənin həyatını gördük. Yəni, sizin qarşınızda mən söz... Bir dəqiqə oğlum, o imkansız bir yerdə yaşayan 3 uşağın valideynləri o süfrəni yerə salıb şirin-şirin gələn əzuqa ilə xoşbaxt olmağı bacarır. 2 mərtəbəli o cür torpaqların sahibi niyə xoşbaxt ola bilmirsiniz? Tamam, reklamlardan həmən sonra Gülnar xanımın fikri olacaq və Gülnar xanım fikrinizi səsləndirərsiniz və mən düşünürəm ki, Pərvanə bir fikirləş, bəlkə bir şans verək.